Elə insanlar var ki, hər gün həyatını riskə atır, hər gün bir risk edir. Biz də bu sabah riskdən danışacağıq. Ümumiyyətlə, risk edəndə nəyi itirirsiniz sualıyla sizə müraciət etmişik. Cavablarınızı yaza bilərsiniz və biznes mövzusunda da hər hansı bir sualınız varsa ünvanlayın. Çünki bu sahədə bir mütəxəssis qonağımız var. Biznes konsultantı, davranış iqtisadçısı Fərhad Pərvizi bu səhər bizlə bərabərdir. Fərhad bəy, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz efirimizə. Sabahınız xeyir. Biz riskdən danışırıq bugün. Risk eləyəndə insanlar düşünür ki, kimsə vaxtı ikən risk eləyib uğura imza atıb. Mən də risk eləsəm, haradasa belə loru dilləsə, cahil cəsarətimlə də risk eləsəm, mən uğur qazanacam. Ümumiyyətlə, risk etmək nəyə səbəb ola bilər? Risk etməliyik mi sualı yaranır? Bu çox yaxşı sualdır öz-özlüyündə. Davranış iqtisadiyyatı elm olaraq daha ən cavandır iqtisadi məktəblər arasında və klassik iqtisadiyyat məktəbini psixologiya ilə birləşdirib yeni bir istiqamət formalaşıbdır. İzah eləyim niyə görə bunu anlamaq vacibdir. Çünki indənə kimi klassik iqtisadi məktəblər düşünürlər ki, insan rasionaldır və həmişə ən optimum, ən yaxşı nəticəni almaq üçün hərəkət edir. Lakin biz insanı anladıqca, insan psixologiyasına bələd olduqca anlayırıq ki, insan əslində çox da rasional insan deyil. Çoxlu emosiyalar üzərində hərəkət edə bilir. Və hərdən bu emosiyalar onu axmaqlıq etməyə də gətirib çıxarır. Çünki emosiyalar və hisslər 75% halda yanlışdır, yanlış yönəldir. Bəli. Statistika bunu göstərir bizə. Bəli, və risk etməyə gələndə risk etmək çox vacibdir, innovasiya üçün vacibdir, yeni kəşflər üçün vacibdir. Amma insanlar, davranış iqtisadiyyatı bunu gətirdi, göstərdi ki, insanlar itirməkdən daha çox qorxur, nəinki qazanmaqdan. Yəni ki, ona görə adətən biz həyatımızı 9-dan 6-ya kimi ofis işlərində həyata keçiririk. Çox nadir insan özünü, öz xəyalların arxası üçün qaçmağını risk altına qoyur. Yeganə bu riski biz harada görürük, bəlkə hamı lotereyada oynayır. Amma orada risklər öz-özlüyündə balaca görsənir. Çünki mən 1-2 manat verirəm, lotereya bileti alıram, amma uduz çox böyükdür də. Və ümumiyyətlə, bu tipli yanaşmalar, lotereyalar insan psixologiyasını, onun zərifliyini, ön yarğılarını çox yaxşı sui-istifadə edir, deyə bilərik. Reklam çarxları onun üzərində qurulub ki, sənin zəifliyin üzərində şuuraltıya təsir qurulub. Həmçinin bizdə də bir çox ön yarğılar var, sözsüz ki, hansıdır ki, bunlara təsir edir. Əslində 1-2 manat deyirik də, Fərviz bəy. Hər dəfə o 1-2 manatı vermək və hər dəfə ümid edirsən ki, qazanacaqsan, itirdiyinin bəlkə də fərqində olmursan. Çünki o manatlar da toplanıb, nəticə etibarilə böyük bir məbləğ eləyir də. İnsanlar ümumiyyətlə niyə risk eləyirlər? Əgər biz bu kiçik risklərdən danışırıqsa, gəlin deyək ki, götürək bu lotereyaları, izah eləyək. İnsanlar onu anlamalılar ki, onların lotereya udmaq şansı 1-in 1 milyonadır. Amma indi mən buradan çıxıb mənim maşın vurmaq şansım 1-in 1000-ədir. Yəni ki, mən buradan sağ çıxmamağımın ehtimalı 1000 dəfə çoxdur ki, mən lotereyanı udacağım. Amma insanlar bunu görmür, təəssüflər olsun. Çünki FOMO deyilən bir şey var, Fear of Missing Out. Yəni ki, nəyisə itirmək qorxusu. Hamı qazanır, birdən mən də qazanaram. O qorxu var ki, hamıda nəsə alınır, hamı necəsə sosial mediada qəşəng şəkillər görür, kimsə gedib Forex-də oynayıbdır, Bitcoin alıbdır 10 il bundan əvvəl, indi Lamborghini sürür. Bütün bunları görərək 2 dənə fundamental problem yaşanır burada. Birincisi, iqtisadiyyatda biz buna overconfidence bias deyirik. Yəni, həddindən artıq özünə ümidlülük ön yarğısı, bias ön yarğı kimi tərcümə etmək olar ki, hamı da alınmır, məndə alınacaqdır. Hamı düşünür lotereya alan ki, hamı da alınmır, amma məndə alınacaqdır. Bu 1 milyondan bir dənə şans mənə düşəcəkdir, başqasına düşməyəcəkdir. Bu bir. İkincisi də belə bir risk managementdə belə bir yanaşma var, qara ququşu deyirik buna. Ququşu deyil, ququşudur. Çaykovski balet o ququşudur. Qara ququşuna biz nə deyirik? Belə hadisələr var ki, onların ehtimalı çox azdır. Lakin baş verəndə böyük bir nəticə verir. Bu qara ququşları pozitiv və negativ olur. Misal üçün, iqtisadiyyatda 2008-ci ilin böhranı qara ququş adlanırdı. Onun ehtimalı çox az idi ki, Amerikanın bütün ipoteka fondu çökəcəkdir. Amma bu baş verdi və bütün dünya iqtisadiyyatına pis təsir elədi. Lakin bu qara ququşların pozitiv tərəfi də var. Misal üçün, Tom Cruise-u götürək.
Biz Tom Cruise-a baxırıq, qəşəngdir, yaraşıqlıdır, uğurludur, pulu var. Məndən artıq az qal 70 yaşında kaskadyorluq eləyir, falan eləyir. Və cavan oğlanlar Tom Cruise-a baxaraq ruhlanır. Mən də aktyor olmaq istəyirəm. Yeganə bir şey anlamırlar ki, Tom Cruise-un arxasında milyon dənə uğursuz aktyor durubdur. Kim ki Tom Cruise olmaq istəyibdir və Tom Cruise ola bilməyibdir. Mən ona görə deyirəm, bilirsinizmi, orta statistik mühasib, orta statistik aktyordan qat-qat yaxşı pul qazanır. Amma təəssüf olsun ki, mühasiblər barədə heç kim film çəkmir də. Yəni ki, kim gedib mühasib barədə danışır ki, mənim oğlum böyük mühasibdir də, baş mühasibdir. Amma istəyir ki, desin, mənim oğlum celebritydir. Üzdə olanları seçir. Üzdə olanları seçir və əslində bütün bu reklamlar, üzdə olanlar bir adamı gətirir, o 1 milyondan bir nəfər kim ki qazanır, onu çıxardırlar üzə, başlayırlar ondan müsahibə götürməyə, onu promot etməyə və insanlar da baxır, düşünür ki, mən də belə ola bilərəm. Yəni ki, insanın bu zərifliyini, bu ön yarğılarını çox yaxşı istismar edirlər. Onda burada araşdırma mövzusu öz sözünü deyir. Mən etiraf eləyəcəm. Ətrafımda, indi bilmirəm mənim ətrafımdakılar elə düşünür yoxsa yox. Tez-tez dostlar tərəfindən, tanışlar tərəfindən biznes qurmaq lazımdır. Hansı biznesi ideyaya yönəlik, hansı istiqamətdə biznes qurmaq istəyir. Çoxu bunu istəyir müəyyən bir məbləğlə. Yəni həqiqətən də ölkədə elə bir şərait yaradılıb ki, sən kredit də götürə bilirsən, o kredit məbləği ilə hər hansı bir biznesi də qurmağın mümkündür. Araşdırmadan risk etməliyik araşdıraraq, yəni araşdırılan mövzu risk adlanır, yoxsa elə məbləği götürdük, nə olacaq da o qədər uğursuzluq üzərində uğur qazanan var ki, biz də uğursuzluğumuzdan bir təcrübə qazanacaq. Bu istiqamətdə tövsiyəniz nədən ibarətdir? Çünki bugün də biznes qurmaq istəyən gənclərin sayı çoxdur, bu da sevindirici haldır. Mən düşünürəm, bugün biz belə bir cəmiyyətdə yaşayırıq, hamı pul qazanmaq istəyir, hamı biznes qurmaq istəyir, amma bu üçün heç nə eləmir. Yəni, sonunda əməl yoxdur. Yəni, ideyanı generasiya etmək, ideya sahibi olmaq çox asandır, hamının ideyası ola bilər. O ideyanın reallaşdırılması var. Yəni ki, sən oturmalısan, tədbirlər planı yazmalısan, bir-bir onun üzərinə getməlisən, hər bir şeyi götür-qoy etməlisən. Mən biznes konsultatorlar öz təcrübəmdə nəyi müşahidə etmişəm, haradasa sizə paradoksal ola bilər. Həddindən çox təhsil almış insanlar adətən həddindən çox düşünür və onları reallaşdırır. Baxma, onlar başlayırlar biznes plan qurmağa, bu riski anlamağa, bu analiz edilir, bu analiz və bunlar bunu edənə kimi heç bir təhsili olmayan, lakin çox yaxşı enerjisi olan insan bütün bunları görmədən işləməyə başlayır, gedir edir, plan qurmadan, girir işin içinə. Riskləri nəzərə almır, xəbəri olmadan girir bu biznesin içinə və çox yaxşı uğur qazanır. O birisi oturub biznes plan yazır, bu isə artıq birinci ideyanı dənədə alınmadı, ikinci ideyanı dənədə alınmadı, üçüncü ideya artıq dənədə. Bir dəfə tutdu. Mən ona görə deyirəm ki, əməl etmək, işi görmək çox vacibdir, ideya sahibi olmaq azdır. Ona görə bəlkə bu ağıllı insan paradoksu mən belə adlandırıram bunu ki, sən həddindən artıq çox düşünməyə girirsən, həddindən artıq çox analizlərə girirsən, riskləri daha yaxşı görürsən, özünü qorxudursan, sən gözün qorxur, sən düşünürsən ki, yox, bəlkəm getməyim. O isə ümumiyyətlə bunları görmür, deyir, gedim, nəysə var, kimdən, qovumdan, əqrabadan biraz pul verir. Dərhal ver, çünki düşünsən yayınacaqsan. Düşündükcə problem yaşanır. Mən cavanlarda təsirlər olsun ki, ideya generasiyasını görürəm, amma ideyanın icraatını mən görmürəm. Bu bir qədər ləngir bu məsələ. Bir dənə də, üzr istəyirəm Aynur, sual ondan ibarətdir ki, siz vurğuladınız ki, hər hansısa bir araşdırmanı etməyən, təhsili az olan gənc artıq əmələ keçir, bir işə alınmayanda o birisinə keçir. Siz nə məsləhət görürsünüz? Məsələn, hər hansısa bir biznesində uğursuzluğa düçar olan və yaxud yaxşı inkişaf tendensiyası müşahidə etməyən bir şəxs həmin biznes üzrə yenidən dərinləşdirməlidirmi biliklərini inkişaf elətdirsin, yoxsa alınmırsa başqa keçsin, əgər bu qədər biznes yönümlüdürsə? Ümumiyyətlə, uğurlu biznes iki dənə fundamental davranışı sevir. Risk götürməyi, bir də səbirli olmağı. Bu iki dənə fundamental, bilikdən daha vacib bunlardır. Biz onu nəzərə almalıyıq ki, bizdə Azərbaycan dilində bu sözün düzgün tərcüməsi yoxdur. Türklər buna girişimçilik deyirlər, entrepreneurship. Biz bunu sahibkar adlandırırıq, hansı ki biznesi qurur. Amma biznesi quran insan sahibkar deyil. Biznesi quran sahibkar, o girişimçi, onun çox böyük enerjisi var. Çox yaxşı bir vizyonu ola bilər, amma o pulu da ola bilsin ki, yoxdur, çox kasıbdır, gedir həmin o sahibkarlardan, kapitalistlərdən, banklardan, qovumlardan pul toplayır və bunun icrasına başlayır. Yəni ki, bu girişimçilik kafası, zəkası çox nadir adamlarda var. Və hətta olanların arasında
ilk 1 ildə 50% uğursuz olur. İlk 5 ildə bizneslərin 95% iflasa uğrayır. Yəni ki, bunu nəzərə almaq lazım. 95% almaq lazım. Böyük göstəricidir. Bəli, biz sadəcə uğurlara görürük. Kim ki o 5% sonda sağ qalanları. Onlar bizi ruhlandırır. Amma onlar çox vacibdir. Məhz bu 5% sonda böyük bir inqilablar eləyir. Amazonlar eləyir, Google'lar eləyir, Facebook'lar eləyir, Metalar eləyir. O 5%. Deyirsiniz ki, 5 il gəlirsiz, ziyanla çalışmaq növbəti uğurun təminatıdır. Bu həmişə belə ola bilərmi? Xeyr, mən əslində deyirəm ki, ilk 5 ildə yeni yaranmış bizneslər 95% iflasa uğrayır. Yəni mən demişəm, o müddəti səbr eləsin ki, sonrası düzələcək. Amma düzəlməsi Yox, üçün burada ikinci böyük problemlə rastlaşırıq. Sunk cost fallacy-dir. Biz bunu iqtisadiyyatda deyirik, batmış xərclər xətası deyirik. İnsan bir biznesinə pul yatırır, görür ki, uğurlu deyil. Amma ona ki, pul yatırıbdır, çalışır, daim yenə də ona pul yatırsın ki, bəlkə nəsə alınar. Çünki bu batmış xərcdir onun üçün. Misal üçün, geri qaytarmaq istəyirdi. Lori dildə bir dənə ayaqqabı almışıq, xoşumuza gəlibdir. Amma 2 dəfə geyinəndən sonra gör ki, ayağımızı sıxır. Amma bahadır da, pul vermişik. Özü məcburən toylara zada geyindirirsən, sonra da əziyyət çəkirsən də ki, ayaqların ağrıdır falan. Eyni şey də biznesdə baş verir və bir çox biznesmenlərin fundamental problemi odur. Onlar uğursuzluğu görən kimi gələ çıxsınlar. Görürlər ki, ideya işləmir. O qədər ona pul yatırıb, yenə də iflasa uğramaq lazım deyil. İnnovasiya eksperimentlər nəticəsində gəlir. Sən gələ eksperiment eləyəsən, uğursuz oldu, növbəti eksperimentə keçir. Uğursuz oldu, növbəti eksperimentə keçirsən. Yəni eyni yerdə dayanıb onun üzərində. Bəli, siz istənilən bir innovator, istənilən bir uğurlu adama yaxınlaşır, soruşur. Deyək ki, biz sadəcə bəlkə onların 10-cu biznesini görürük uğurlu. Onlar ondan 9 dənə uğursuz biznesi biz görmürük. Amma onlar dayanmadan dəniyirlər, yeni ideyaları dəniyirlər, keçirlər və 10-cunu görürlər və adətən Azərbaycanda uğursuzluq barədə çox da danışmaq sevmirlər da. Hamı uğur barədə danışmağı sevir. Deyirlər, müzakirə olunmur və onlar haqqında danışırlar. Yəni ki, podkastları da qulaq asırsanız, hamısı uğur hekayəsi danışır. Heç kim uğursuz hekayəsi danışmır. Çox nadir hallarda kimsə uğursuz hekayəsini danışır. Bəli. Və bu da insanları çaşdırır. Onlar düşünürlər ki, bir dənə ideyam var, indi oradan pul götürəcəm, kredit eləyəcəm və dərhal milyonçu olacağam. Təəssüf olsun ki, elə olmayacaq. 10 il zülüm çəkəcəksən. Uğur hekayələri də elə səslənir axı, biraz reklam olunanda bu barədə danışan. Fərhad bəy, bir risk eləməyə qorxanlar var, dediyiniz kimi, çox təhsillidirlər, danışırlar bu barədə. Bir də dayanmadan risk eləyən insanlar var ki, bax, onlara nə tövsiyə edirsiniz? Heç qorxmurlar riskdən, burada alınmadı. Bu böyük itkilərə də səbəb olur, bu mərc oyunlarına da aid ola bilər, loteriyalara da aid ola bilər. Mərc oyunlarını ümumiyyətlə qəti əleyhinə, mərc oyunlarına heç vaxt olmaz. Bu lazımsız insan psixologiyasının istismarıdır. Əgər biznesdirsə, biznesdə mütləq risk olmalıdır. Mütləq buna davam etsinlər və qorxmasınlar. Yəni ki, uğursuzluqlar öyrədir. Uğursuzluğa biz mənfi stimul kimi baxsaq, bu dünyanın mühərriki dayanar. Yəni, uğursuzluq sadəcə bir dərsdir. Anladıq ki, bu lazım deyil bazara, növbəti ideya keçə görə başqa nə lazımdır. Və bu cür düşüncə tərzinin saxlanması girişimçilər üçün, sahibkarlar üçün çox vacibdir. Biz sizə təşəkkür edirik. Çox qəşəng mesajlar verdiniz. Tamaşaçılarda da inanırıq, sualları çoxdur. Amma bugünlük, bu dəfəlik bu qədər deyirik. Yeni görüşərik sizinlə. Çox sağ olun. Biznes konsultantı, davranış iqtisadçısı Fərhad Pərvizi bizlə bərabər idi.